Ənənəvi Çin təbabətinin qadınlarda polikistik yumurtalıq sindromu ilə əlaqəli insulin resistensiyasını yüngülləşdirmək üçün bağırsaq mikrobiyomunu dəyişdirə biləcəyi barədə yeni elmi baxışlar ortaya çıxıb. Bu hipotez Frontiers in Nutrition jurnalında dərc olunmuş araşdırmada müzakirə olunub. Məqaləyə görə bağırsaq mikrobiotasının tarazlığının pozulması qalın bağırsaqda iltihabı gücləndirir və insulin siqnalizasiya sistemini pozur. Bunun nəticəsində insulin resistansı yaranır və polikistik yumurtalıq sindromu simptomları ağırlaşır. Tədqiqatçılar bildirir ki, Çin təbabətində istifadə olunan fitokimyəvi maddələr bağırsaq mikroflorasını tənzimləmək və baryerini gücləndirmək üçün perspektivli ola bilər. Həmçinin bəzi dieta əlavələrinin, probiotik və prebiotiklərin istifadəsi bağırsaq mikrobiotasının hormon tarazlığını normallaşdıran istiqamətdə dəyişdirə və iltihabi sitokin səviyyələrini aşağı sala bilər ki, bu da insulin resistansının azalmasına kömək edir.